Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi. Bugünkü dərsimizdə sizlər üçün Qaraqoyunlu dövləti haqqında məlumat verəcəm. Ümumiyyətlə biz məlumat almışıq ki, Azərbaycan müəyyən dövrlərdə müəyyən işğalçı yürüşlərə məruz qalmışdı. Azərbaycanda bir sıra dövlətlər meydana gəlmişdi, hansı ki Səlcuqların işğalı, Səlcuqlardan sonra Atabəylər dövlətinin yaranması var. Biz bu haqda məlumat əldə eləmişik. Monqolların yürüşünə məruz qalırıq, Xarəzmşahların, daha sonra Azərbaycan ərazisinə daxil olmaqla Hülakülər dövlətinin tərkibinə daxil olmağımız, Cəlairilər və Teymurilərin yürüşünə məruz qalmağımız və artıq biz gəlib çıxırıq Qaraqoyun dönəmlərinə. İlk öncə vurğulamaq istəyirəm ki, biz bilirik ki, Səlcuq tayfaları Oğuz tayfalarının qınıq boyuna mənsub edilər, yəni Oğuzların bir qolu idi. Səlcuq dövlətinin parçalanması nəticəsində bu Oğuzlar öz siyasi mərkəzlərini itirdilər. Artıq Oğuzların özlərinə məxsus olan bir dövləti artıq yox olmuş oldu, çünki Səlcuq dövləti parçalanmışdı. Və bundan bir qədər sonra Monqol yürüşləri dönəmində bu Oğuz tayfaları Anadolu istiqamətində yol almağa başladılar və Anadolu istiqamətində məskunlaşdılar. Lakin Monqolların hakimiyyətinin zəifləməsi dönəmində, əsasən də Çingiz xan ölümündən sonra Monqolların zəifləməsidir, daha sonra Azərbaycana Əmir Teymurun yürüşləri dönəmlərində artıq hansı ki Əmir Teymur bütün Türk dünyasını birləşdirməyə çalışırdı, bütün dünya üzərində böyük bir Türk dövləti qurmağa çalışırdı. Əmir Teymurun yürütdüyü siyasət və Monqolların zəifləməsi nəticəsində Oğuzlar yenidən dirçəlməyə başladılar və Türk hakimiyyətlərini möhkəmləndirməyə çalışdılar. Oğuzların yenidən dirçəlişi dönəmlərində biz burada bir sıra tayfaların adına rast gəlirik. Belə bir məlumat əldə edirik ki, burada Oğuz Türkman tayfaları, Ağacərilər, daha sonra Sərdlilər və Baharlılar haqqında məlumat əldə edirik. Saydığım bu tayfalar Qaraqoyunlu dövlətinin yaranmasında iştirak edirlər və Qaraqoyunlu tayfa birliyinin formalaşmasında iştirak edirlər. Oğuz Türkmen tayfaları 7-ci əsr dönəmində artıq Azərbaycanda məskunlaşmağa başlamışdılar. Ağacərilər tayfaları isə 5-ci əsrdən hələ Azərbaycanda məskunlaşmışdılar, Xalxal bölgəsini idarə edirdilər. Monqol yürüşləri dönəmində onlar qərb istiqamətində başladılar yürüşlər eləməyə. Ağacərilər artıq Azərbaycana məcbur qalıb tərk edib qərb istiqamətdə Anadolu istiqamətinə irəliləmişdilər. Bundan başqa biz burada Sərdili tayfaları haqqında, Sərdilər haqqında məlumat əldə edirik ki, onlar Naxçıvanda və Sürməlidə əsasən yaşayıb məskunlaşmışdılar və dövlətin əsasən qurulmasında Qaraqoyunlu tayfalarının əsas özəyini təşkil edən tayfalar isə Baharlı tayfaları olmuşdur. Hətta Qaraqoyun dövləti bəzi mənbələrdə Baharlı dövləti kimi də xatırlanır. Monqolların yürüşləri dönəmlərində və bundan bir qədər sonraki dönəmlərdə Qaraqoyunlar və Ağqoyunlar tayfası bunlar Şərqi Anadolu istiqamətində yol almışdılar, Şərqi Anadoluda məskunlaşmışdılar və biz daha sonra Bayram Xoca haqqında məlumat əldə edirik ki, Baharlı tayfasının nümayəndəsi idi Bayram Xoca. Bayram Xoca 14-cü əsrin 70-ci illərin dönəmlərində deməli, mərkəzi Van gölü ətrafında olan Ərçişdə yerləşən tayfalara rəhbərlik etdi. Yəni, Qaraqoyunlu tayfa birliyinə rəhbərlik etmiş şəxs Bayram Xoca oldu. Bayram Xoca 14-cü əsrin 70-ci illərində yenə vurğulayıram, Van gölü ətrafında Ərçişdə Qaraqoyunlu tayfaların rəhbərlik edirdi. Və bu Bayram Xoca Cəlairi hökmdarı Şeyx Üveysin sarayında da xidmət göstərmişdi və Şeyx Üveysin də nüfuzunu qazanmışdı, yəni onun hörmətini qazanmışdı, nüfuzu yüksəlmişdi. Bayram Xoca 14-cü əsrin sonu dönəmlərində, sonlarına yaxın bir tarixdə Qaraqoyunlu bəyliyinin əsasını qoydu. Qaraqoyunlu bəyliyinin yaradılması Bayram Xocanın adı ilə bağlıdır. Yenə vurğulayıram, Qaraqoyunlu tayfalar birliyinə rəhbərlik edirdi və bu Bayram Xoca Qaraqoyunlu bəyliyini yaratmağa nail oldu 14-cü əsrin sonunda. Qaraqoyunlu bəyliyi əhatə edirdi Ərzincan, Sivas, Şərqi Anadolu torpaqlarını əhatə eləmişdi. Bayram Xocanın ölümündən sonra gəlir burada rəhbərliyə, bəylikdə onun oğlu Qara Məhəmməd. Qara Məhəmmədin hakimiyyət dövrü 1380-1389-cu illər dönəmini əhatə etdi. Qara Məhəmmədin hakimiyyət dövründə deyəcəyik ki, o mərkəzi Van şəhəri olan, mərkəzi Van ərazisi olan Qaraqoyunlu feodal hakimliyini yaratdı.
Deməli, Qaraqoyunlu bəyliyi, Qaraqoyunlu tayfa birliyi Bayram Xoca ilə bağlıdır. Qaraqoyunlu feodal hakimliyi isə Qara Məhəmmədlə bağlıdır. Qara Məhəmməd Cəlairi hökmdarı Sultan Əhmədlə qohumluq əlaqəsi qurmuşdu. Belə bir məlumat qeyd olunur və burada Qara Məhəmməd istəyir ki, Azərbaycanı vahid halda birləşdirsin, güclü bir dövlət qursun, lakin ona mane olan əsas qüvvə Əmir Teymurun qüvvəsidir və elə biz deyəcəyik ki, Qara Məhəmməd Əmir Teymurun qüvvələri tərəfindən məğlub edilir. Yəni, Qara Məhəmmədin Azərbaycanı birləşdirmək cəhdi uğursuz olur Əmir Teymura görə. Teymurlar onu məğlub edirlər. Daha sonra biz Qara Məhəmmədin oğlu Qara Yusif haqqında məlumat əldə edirik. Qara Yusif 1389-cu ildən 1420-ci ilə qədər hakimiyyətdə olmuşdur. Hakimiyyətdə olduğu dönəmlərdə Qaraqoyunlu feodal hakimliyində olan Qara Yusif Azərbaycan uğrunda mübarizədə toqquşmalı oldu Teymurilərlə, Cəlairilərlə və Ağqoyunlu ilə. Və burada o ilk növbədə bu toqquşma hələ baş verməmişdən öncə Qara Yusif ən əvvəlki dönəmlərdə Cəlairi hökmdarı Sultan Əhmədlə dost idi, onunla ittifaq qurmuşdu. Lakin burada istəyir ki, Qara Yusif Teymurlara qarşı mübarizə aparmaq üçün Ağqoyunlu'nu da öz tərəfinə çəksin. Lakin Ağqoyunlu nümayəndəsi Qarayolu Osman bəy Qara Yusifə razılıq vermir. Yəni, Ağqoyunlu Qaraqoyunlu'nun yanında iştirak eləmir. Düşmənə qarşı mübarizə aparmaq üçün Ağqoyunlu Qaraqoyunlu'ya kömək göstərmir. Yəni, Qara Yusifə kömək göstərmir. Qarayolu Osman bəy Ağqoyunlu nümayəndəsidir və bundan boyun qaçırdır. Yalnız Qara Yusifə Sultan Əhmədin ittifaqı və dostluğu qalır. Digər bir tərəfdən deyəcəyik ki, Qara Yusif özü hakimlikdə, rəhbərlikdə olduğu dövr ərzində Osmanlı Sultanı İldırım Bəyazitlə dostluq əlaqəsi saxlanmışdır. Hətta biz bu Qara Yusifi daha sonraki dönəmdə oxşarlaşdıracağıq Cahanşahla, çünki hər ikisi Osmanlı ilə dostluq münasibətləri saxlamışdır. Burada biraz öncə söylədiyim ki, Sultan Əhmədlə dost idilər. Əgər xatırlayırsınızsa, ötən dəfəki dərslərimizdə vurğulamışdıq ki, Qara Yusiflə Sultan Əhməd birləşmişdilər. Bağdad döyüşündə 1394-cü ildə Əmir Teymura qarşı mübarizə aparmışdılar, lakin məğlub olmuşdular. Bağdad döyüşündə məğlub olduqdan sonra deməli Qara Yusif və Sultan Əhməd Osmanlı Sultanı İldırım Bəyazitə sığınırlar. Əmir Teymur da İldırım Bəyazitdən bunları təhvil verməyini istəyir. Lakin Əmir Teymurun artıq verdiyi müraciət qarşısında rədd cavabı alır. Buna görə də Ankara döyüşü baş vermişdi. Bu haqqda danışmışdım və nəhayətində Osmanlı məğlub olmuşdu. Osmanlıdan qaçan Qara Yusif və Sultan Əhməd bu dəfə Misir istiqamətində üst tuturlar. Misir hökmdarı Əmir Teymurun sözü ilə onları həbsə saldırır. Lakin 1405-ci ildə Əmir Teymurun ölümündən sonra Misir hökmdarı Qara Yusif və Sultan Əhmədi sərbəst buraxır. Onlar da geri qayıdıb gəlirlər, Azərbaycan istiqamətində irəliləyirlər. Hətta öyrənmişdik ki, 1406-cı ildə Qara Yusif və Sultan Əhməd Azərbaycana daxil olanda, Təbrizə gələndə, Təbrizdə həmin dövrdə Şirvanşah 1-ci İbrahim 2 aylıq hakimiyyətini qurmuşdu. Şirvanşah 1-ci İbrahim eşitdi ki, Qara Yusif və Sultan Əhməd yaxınlaşır, buna görə Təbrizi tərk edib çıxıb getmişdi. Və artıq bu iki dost gəlib burada ağlaq eləməyə başlamışdılar. Bura gələn zaman 1406-cı ildə Araz çayı sahilində, Naxçıvanda Araz çayı sahilində döyüş baş verdi. Döyüşdə Qara Yusif Teymurin nümayəndəsi Əbu Bəkri məğlub etdi birinci dəfə. Ardınca 1408-ci ildə Sərdurud döyüşü oldu. Yenə Qara Yusiflə Teymurlar qarşı-qarşıya gəldi. Teymur nümayəndəsi Əbu Bəkir qarşı-qarşıya gəldi. Bu dəfə Teymurlar yenə məğlub oldu və Sərdurud döyüşü nəticəsində 1408-ci ildə Teymurlar Azərbaycandan qovuldu. Baxın, ötən dəfəki dərslərimizin birində vurğulamışdım ki, 1405-ci ildə Kür çayı sahilində döyüş olmuşdu Şirvanşahlarla Teymurlar arasında. Hətta Şirvanşahlara kömək edən bəzi müttəfiqlər də var idi. Burada Şirvanşahlar qalib gəldi, Teymurlar məğlub oldu. 1405-ci ildə Teymurlərin Şəkidə, Şirvanda və Gürcüstanda ağalığına son qoyuldu. Məntiqlə düşünsək, Azərbaycanın şimalında Teymurlara son qoyuldu. Azərbaycanın cənubunda Teymurlara son qoyulması 1408-ci il Sərdurud döyüşü ilə baş vermiş oldu. Teymurlar artıq bir dəfəlik Azərbaycandan qovuldu və Qara Yusif böyük bir qələbə qazanmış oldu. Hər ki, Qara Yusif hökmdar deyil, sadəcə olaraq adi bir feodal hakimliyində rəhbər idi.
Və artıq bu Qara Yusifin nüfuzunun artması, əhali içərisində bu cür böyük qələbə qazanması Sultan Əhmədi başladı narahat eləməyə. İki dost arasında artıq münaqişə yarandı və bu münaqişənin digər bir səbəbi də bu idi ki, Sultan Əhməd Qara Yusifdən Həmədan yaylaqlarını istəmişdi ki, ona verilsin. Qara Yusifdən Həmədan yaylağını tələb edir, amma Qara Yusif bunu vermir. Baxın, yenə burada da qeyd eləmişəm. Qara Yusifin nüfuzunun artması, bu cür böyük qələbə qazanması, Teymurları Azərbaycandan qovması və Həmədan yaylaqlarını Sultan Əhmədə verməməsi münaqişəyə səbəb oldu. 1410-cu ildə Əsəd döyüşü baş verdi Təbriz yaxınlığında. Əsəd döyüşü nəticəsində Cəlalirlər məğlub oldu, Sultan Əhməd məğlub oldu. Cəlalirlər dövlətinin varlığına son qoyuldu, Qaraqoyunlu dövlətinin əsası qoyuldu. Qaraqoyunlu dövləti yarandı Qara Yusif tərəfindən 1410-cu ildə. Paytaxt şəhərimiz Təbriz şəhəri oldu. 1410-da yaradılmış Qaraqoyunlu dövləti 1468-ci ilə qədər mövcud oldu. Baxın, görün videomuz davam edirmi? Aha, devam edirik. Daha sonra Qaraqoyunlu dövləti sual yarana bilər ki, bəs hansı əraziləri əhatə etdi? İlk dönəmlərdə Qaraqoyunlu dövləti Cənubi Azərbaycanı, Şərqi Gürcüstanı, Şərqi Anadolunu, Qərbi İranı və İraqı əhatə etdi. Paytaxt şəhər Təbriz oldu. Və 1411-ci ildə Qara Yusif öz oğlu Pirbudağı Sultan elan etdi. Rəsmi sənədlərdə Sultan kimi Pirbudağın adı çəkilsə də, ölkəni əslində Qara Yusif özü idarə edirdi. Və Qaraqoyunlu dövlətinin yaranması ilə Oğuzlar özlərinə yeni bir siyasi mərkəz tapdılar. Oğuzlar möhkəmləndi, Oğuzların dövləti dirçəlişi baş vermiş oldu. Çünki Qaraqoyunlular və Ağqoyunlular Oğuzların bir qolu idi, bir tayfası idi. Səlcuqların parçalanması dönəmində pərən-pərən düşmüş, parçalanmış Oğuzlar Qaraqoyunlu dönəmində, Ağqoyunlu dönəmində yenidən yüksəldilər. Daha sonra Qara Yusif haqqında verəcəyimiz məlumatlardan söyləyəcəm ki, o Quranı çox gözəl oxumağı bacarırdı, Quranı çox əzbər bilirdi, Quranı türk dilinə tərcümə etdirmiş və türkçə oxuyurdu. Öz hakimiyyəti dönəmində hərbi islahat həyata keçirmişdi, orduya çox ciddi nizam-intizama fikir verirdi. O özü də ox atmaqda, at çapmaqda mahir idi və bu qədər güclü qüdrətli olmasına baxmayaraq həm də mərhəmətli idi. Düşmənlərinə qarşı mərhəmətlə yanaşırdı. Qara Yusifin hakimiyyət dönəmində deməli, hərbi islahatı keçirtdi, atlı feodal qoşunu yaratdı, nizam-intizam yaratdı. Bir hərbi islahatımız Qara Yusif dönəmindədir, bir də Qaraqoyunlu nümayəndəsi Cahanşah dönəmində var hərbi islahat, oxşar götürülə bilər. Qara Yusifin hakimiyyət dövründə deməli, öz hakimiyyətini möhkəmləndirmək üçün yaxın tərəfdaşlarına soyurqal torpaqları payladı. Soyurqallar irsən keçən torpaqlar idi. Qara Yusifin üzüyünün qarşısında yazılmışdı ki, ədalətlə iş görən hökmdar zülmədən isə həlak olar. Bu cümlə məhz Qara Yusifə aiddir. Daha sonra Qara Yusifin hakimiyyət dönəmində Şirvanşah 1-ci İbrahim 1407-ci ildə Şərqi Gürcüstana yürüş edib özünə tabe eləmişdi. Daha sonra Əsəd döyüşündə Cəlalirlərə gedib kömək eləmişdi. Şirvanşah 1-ci İbrahim Cəlalin nümayəndəsi Sultan Əhmədə kömək etdi. Öz oğlu Kəyumərsi qoşunla Sultan Əhmədin yanına köməyə göndərdi. Və Qaraqoyunlu dövləti yarandıqdan sonra Qara Yusifin onu tabe etmək cəhdlərinə mənfi cavab verdi. Yəni müsbət cavab vermədi. Şirvanşah 1-ci İbrahim Qaraqoyunlu Qara Yusifə tabe olmadı. Onun əslində atdığı bu addım onun səhv addımı idi. Buna görə də Şirvanşah 1-ci İbrahimlə artıq Qara Yusif qarşı-qarşıya gəldilər. 1412-ci ildə Kürçay sahilindəki döyüşdə. Döyüş nəticəsində, döyüşün gedişində Şirvanşah 1-ci İbrahimin müttəfiqləri Gürcü çarı Konstantin, Şəki hakimi Seyid Əhməd idi. Və döyüş nəticəsində Şirvanşah 1-ci İbrahim və müttəfiqləri məğlub olurlar, Qaraqoyunlu qalib gəlir. Və bu zaman onun müttəfiqlərindən Gürcü çarı və onun 300 dənə əyanı məmuru edam edilir. Şirvanşah 1-ci İbrahimi əsir kimi aparırlar, lakin daha sonra Təbriz sənətkarlarının ödədiyi 1200 tümən məbləğində qarşılığında burada Şirvanşah 1-ci İbrahim əsirlikdən qurtulur. Qara Yusif Şirvanşah 1-ci İbrahimi bağışlayır, amma Şirvanşahlar Qaraqoyunluların asılılığı altına düşürlər. Artıq burada Şirvanşahların da asılı hala salınması ilə Azərbaycan bütöv şəkildə Qaraqoyunlunun tam olaraq asılılığına düşmüş olur, Qaraqoyunun tərkibinə keçmiş olur. Daha sonra biz burada deyəcəyik ki, Teymurlərin bura yürüyüşü baş verir. Teymuri Şahrux
1420-ci ildə Azərbaycana gəlir. O bura gələn zaman Qara Yusif böyük bir qoşun toplayır ki, onun qarşısına çıxsın. Yolda gedən zaman xəstələnərək Qara Yusif vəfat edir və ölür. Və bu zaman Teymuri Şahrux heç bir müqavimətə rast gəlmədən birbaşa Azərbaycana daxil olur və Qarabağa daxil olur. O bura gələndə Teymuri Şahrux özünə müttəfiqlər tapır. Kimi? Şirvanşah hökmdarı 1-ci Xəllullah, bir də Ağqoyunlarla ittifaq qurur. Bunlar birləşmiş vəziyyətdə Teymuri Şahruxa kömək edirlər. Ağqoyunlar və Şirvanşahlar. Burada artıq birləşmiş qüvvələrlə yenidən döyüş başlayacaq Qaraqoyunlar arasında. Yenə deyirəm, Teymuri Şahrux, Şirvanşah 1-ci Xəllullah və Ağqoyunun nümayəndəsi birləşirlər. 1421-ci ildə Alaşkert döyüşündə Qara İskəndərə qarşı vuruşurlar. Qara İskəndər, Qara Yusifin oğlu idi, onun yerinə hakimiyyətə keçmişdi. Alaşkert döyüşündə Qara İskəndəri məğlub edirlər. Teymurlar qələbə qazanır. Daha sonra buradan Şahrux çıxıb gedir. Bir neçə il sonra yenidən geri qayıdır. 1435-ci ildə bu dəfə Təbriz döyüşü olur. Təbriz döyüşündə burada Teymuri Şahrux yenidən qalib gəlir, Qara İskəndəri vurub taxtdan salır və yerinə digər nümayəndə Cahanşahı çıxarırlar. Qaraqoyun nümayəndəsi Cahanşahı çıxır taxtdan. 1435-ci ildə artıq döyüş nəticəsində bu çıxmış olur. 1436-dan 1447-yə qədər, Şahruxun ölümünə qədər Qaraqoyun dövləti Teymurların asılılığı altında ölkəni idarə edirlər. Cahanşah Şahruxdan asılı edib ölkəni idarə edir. 1447-də Şahruxun ölümündən sonra yenidən öz müstəqilliklərini bərpa edirlər. Cahanşahı Osmanlı Sultanı II Mehmet İran və Əcəm İraqının, Ərəb İraqının sultanı, deyilən sultanlarının sahibi adlandırırdı. Gücünə və qüdrətinə görə belə bir məlumat qeyd olunur. Testə görə sual düşərsə II Mehmet yazacaqsınız. Daha sonra Cahanşah dönəmində Osmanlı ilə dostluq əlaqəsi qurdu. Biraz öncə söyləmişdim ki, Qara Yusiflə oxşarlıqdır bu. Şirvanşahlarla normal qonşuluq münasibətləri yaratdı. Şirvanşahlarla hansı ki, Qara İskəndər dönəmində münaqişələr var idi, gərginliklər var idi. Amma Cahanşah dönəmində normal qonşuluq münasibəti qurdu. Cahanşah öz hakimiyyəti dövründə oturaq əhaliyə və iri tacirlərə arxalanaraq yarım köçmə əmirlərə qarşı mübarizə apardı. Mərkəzi hakimiyyətə tabi olmayanlara qarşı mübarizə apardı. Öz hakimiyyət dönəmi ərzində hərbi islahat keçirdi, ordunu möhkəmləndirdi. Qara Yusif və Cahanşahın oxşarlığıdır. Daha sonra Cahanşah hakimiyyəti dövründə Ağqoyunlu tayfa birliyi ilə mübarizə aparsa məğlub oldu. 15-ci əsrin 50-ci illər dönəmində Cahanşah başladı işğalçı yürüyüşlərə. Əcəm İraqını, İsfahanı, Qum, Yezd, Kirman şəhərlərini işğal etdi. Və 1458-ci ildə Cahanşah Teymurlar üzərinə yürüş etdi. Teymurların paytaxtı Herata yürüş etdi. Teymuri Əbu Səidi məğlub etdi. Heratda hökmdar taxtında əyləşdi. Bir il burada qalandan sonra 1459-cu ildə xəbər gəldi ki, Cahanşahın oğlanları Pirbudaq və Həsənəli üsyan qaldırırlar. Biri Bağdadda, digərisi Təbrizdə üsyan qaldırıbdı. Buna görə də geri qayıtmalı oldu. 1459-a geri qayıtmamışdan öncə Cahanşahla müqavilə imzalayıb ondan təzminat aldı. Bir qədər pul alıb, yəni təzminat aldı və öz ölkəsinə geri qayıtdı. Daha sonra Cahanşahın dövründə 1467-ci ildə Muş döyüşü olur. Qaraqoyunlu Cahanşahla Ağqoyunlu deməli feodal hakimliyi arasında, Ağqoyunlu nümayəndələri arasında 1467-də Muş döyüşü oldu. Bu zaman Ağqoyun nümayəndəsi Uzun Həsən, dövlət yaranmamışdı Ağqoyunda. Bu arada bunu qeyd edeyim ki, Uzun Həsən Cahanşahı məğlub etdi və Cahanşah öldürüldü 1967-ci ildə Muş döyüşündə. Qaraqoyunda hakimiyyətə gəldi. Bir il ərzində 67-68-ə qədər Həsənəli hakimiyyətdə oldu. Amma Həsənəlinin dövrü zəifləmə dövrü idi və 1468-ci ildə Həsənəlinin taxtdan salınması ilə Qaraqoyun dövlətinin varlığına son qoyuldu, Ağqoyun dövləti yarandı. Bugünkü dərsimiz haqqında bu qədər. İnşallah ki, anlamış olarsınız. Sağ olun, növbəti görüşlərədək.